Salam, hər vaxtınız xeyir. Mən bundan qabaqki videoda tapşırıqlar vermişdim, demo tapşırıqları. Fonu necə keçmək olar o barədə danışmışdım. Müəyyən taktikalar vermişdim ki, məşq eləyəsiniz demoda bir balans açasınız, hesab açasınız və o hesabın üstündə məşqlər eləyəsiniz. Özünüzə öyrəşdirəsiniz, bir həftəlik yekununuzu bildirəsiniz. Mən amma görürəm ki, heç kim rəy yazmır, heç kim heç nə demir. Mən özümü sonsuz bir boşluqda bot kimi video çəkən biri kimi hiss eləyirəm. Daha doğrusu bot bir video çəkən kimi hiss eləyirəm. Və açığı videoların yayımlanma diapazonunu ona görə genişləndirmişəm ki, artıq açığı danışacağım bir məsələ qalmayıb. Dərslik barədə bütün məlumatları vermişəm və ancaq backtest və tapşırıqlar kimi videolar çəkirəm. O da 1-2 dəfə çəkmişəm və artıq açığı konu tapmıram danışmağa, göstərməyə. Ona görə hətta bir dəfə post paylaşmışdım ki, hansı mövzuda nə suallarınız varsa o istiqamətdə mən danışım. Sizə maraqlı olan nədir, nə öyrənmək istəyirsiniz? Elə o istiqamətdə də video çəkdim bir dənə, amma ondan sonra rəy gəlmədi. Yəni aktivlik açığı görmürəm və doğrudan da özümü boş-boşuna video çəkmiş kimi hiss edirəm. Düzdür, müəyyən qədər 25-ə yaxın video çəkdim dəstək olaraq. Yəni öyrənmək istəyən öyrəndi və yaxud da ki, haçansa kimisə qabağına yenə çıxa bilər, başqa şəxslər də izləyib öyrənsin. Mən ümumiyyətlə bu dəstəyi hazırlamaqda məqsədim pulsuz şəkildə 50 dənə videoya baxmadan bir playlistdə müəyyən qədər trade bilgisi sahibi olmağımız idi. İndi kim öyrəndi, çox gözəl. Haçansa kiminsə qabağına çıxar, öyrənər, o da gözəl. Amma artıq mən bilmirəm nə video çəkeyim. Ona görə böyük ehtimal bu mənim sonuncu videomdur. Danışılası mövzu varsa, çəkməyimi istədiyiniz hansısa bir mövzu varsa, çox xahiş edirəm, bir rəy yazın, bir şey deyin. Mən xəbərim olsun ki, bu videoya baxan var. Mən məsəl üçün bundan qabaqki dərslikdə tapşırıqlar vermişdim. Onları elədilər, eləmədilər. Heç nədən xəbərim yoxdur mənim. Heç bir rəy yoxdur. Ona görə də rəy yazın. Mənim xəbərim olsun ki, kim bu videoya baxır, kim tətbiq eləyir, nə isə eləmir. Sağ olun. Bu videoda danışacağım bir konu yoxdur. Backtest eləmək istəmirəm. Çünki 50 dənə backtest videosu çəkmişəm. Yəni artıq mənasız gəlir mənə. Bu qədər.